Bəzən xəstələrimiz kiçik yara olduğu halda həkimə müraciət etmirlər. Kiçik bir şey deyib, xırda bir şey deyib üstündən keçirlər və bu bir sıra ağırlaşmalara səbəb olur. Nəzərə almaq lazımdır ki, hər şey o kiçik yaradan başlayır. Kiçik bir yara dərinin baryer funksiyasının pozulması nəticəsində bir infeksiya qapısıdır. Orada infeksiya prosesi başlayır. Nəzərə alsaq ki, bizim ayaqlarımızda, barmaqlarımızda dərialtı toxuma bir o qədər qalın deyil. Dəri dərhal sonra sümüksüzlüyü və sümük toxuması gəlir. Və belə olan halda yaranın infeksiyalaşması çox sürətlə sümük toxumasına keçə bilir, oynaqları əhatə eləyə bilir və osteomielitlə, yəni sümüyün irinli iltihabı prosesi ilə nəticələnə bilir ki, bu halda əlbəttə ki, barmaqların və yaxud bütövlükdə ayağın amputasiyası ilə nəticələnə bilir. Bizim xəstələrə də ilk tövsiyələrimizdən biri odur ki, kiçik bir yara olduğu halda dərhal həkimə müraciət edirsən. Bəzən parmaqda kiçik ölçülü, bəzən millimetrik bir qaralma artıq bir əlamət kimi, riskli bir əlamət kimi dəyərləndirilməlidir. Bəzən kiçik bir nöqtəvari qaralma periferi qan dövranının pozulmasının ilkin əlaməti kimi dəyərləndirilir. Dərhal bu halda əlbəttə ki, damarların yoxlanması, diaqnostikası aparılmalıdır və mütəxəssis tərəfindən dəyərləndirilməlidir.